قلبي يا محمد يا شفيعي حين نحشر. Rəhman və Rəhim olan Allahın adı ilə. Uca Allah buyurur: Kim bir müminin dünyadakı sıxıntısını aradan qaldırarsa, Allah da onun qiyamət günündəki sıxıntısını aradan qaldırar. Quraba şirkəti və Fatih Timur qardaşlarının dəstəyi ilə Qəzzada evsiz qalan məcburi köçkün ailələrimiz üçün növbəti layihəmizi icra edirik. Bu xeyriyyə missiyası çərçivəsində tam 31 ədəd yaşayış çadırı ailələrə təhvil verildi. Ağır qış şəraitində sığınacaqsız qalan qardaşlarımıza bu imkanı yaradan hər kəsə təşəkkür edirik. Allah xeyriyyəçilərimizdən razı olsun. Etdikləri bu əməli tərəzilərinə savab kimi yazsın. فصلاة وسلام كلما مشتاق